Salam Şöhrət xanım, İctimai Nəzarət Adasına xoş gəlmişsiniz. Mən inanıram ki, İctimai Nəzarət Təşkilatının idarə heyətinin sizə verdiyi səlahiyyətləri doğruldaraq Gədəbəy rayonunda birinci müavin olaraq bütün işlərin öhdəsindən gələcəksiniz və xalqın rifahına, dövlətimizin rifahına, Cənab Prezidentin bizi çağırıb bu təşkilatı biz yaratdığımız bundan ötəridir ki, xalq və dövlət arasında köprü olmamayaq və hər kəsi məlumatlandıraq ki, öz hüquqlarını bilsinlər və öz hüquqlarını, haqlı tələbatlarını, əgər hansısa məmur ödəmirsə, biz həmin işlərə qarışaraq şikayətçinin ərizəsini almaq şərti ilə bütün işləri öhdəsindən gəlməliyik. Və mən inanıram ki, siz də bu tövsiyələr və sizə verdiyimiz sözləri yerinə yetirərək xalqımızın və dövlətimizin yanında olacağız. Mən həmin söz verirəm ki, yəqin ki, doğrudur. Xeyirli, uğurlu olsun. Mən sizi və idarə heyətinin adından tərtib etdim. Xeyirli, uğurlu olsun, uğurlarınız bol olsun. Mən də çox şadam ki, sizin kimi bir Ziyalı xanım bizim təşkilata üzv olduğu için. Yəqin ki, yaxın vaxtlarda da nailiyyətlərimiz böyük olar inşallah. Uğurlarınız bol olsun. Təşəkkür ederim. Təbrik ederim. Sağ olun. Bu məktubu da Gədəbəy rayonu icra hakimi